Luka 6-cı fəsil. Şənbə günü haqqında təlim. Bir şənbə günü İsa taxıl zəmləri arasından keçirdi. Şagirdləri sümbülləri qırır və ovuclarında ovub yeyirdilər. Fariseylərdən bəzisi dedi, siz ne üçün şənbə günü qadağan olunan işləri görürsünüz? İsa onlara cavab verdi. Davud və yanındakıların ac olanda neynədiklərini oxumamısınızmı? O, Allahın evinə girdi. Kahinlərdən başqa heç kəsə yeməyə icazə verilməyən təqdis çörəklərini götürüb yedi. Yanındakılara da verdi. Sonra İsa onlara dedi, Bəşər oğlu şənbə gününün sahibidir. Əli qurumuş adamın şəfası. Başqa bir şənbə günü İsa yenə də sinagога girib təlim öyrədirdi. Orada sağ əli qurumuş bir adam var idi. İlahiyyatçılar və fariseylər İsanı ittiham eləməyə bəhanə tapmaq üçün ona göz qoyurdular ki, görsünlər şənbə günü şəfa verəcək ya yox. Amma İsa onların nə düşündüklərini bilib, əli qurumuş kişiyə dedi, ayağa qalx və qabağa çıx. O adam da ayağa qalxıb ortaya çıxdı. Sonra İsa onlara dedi, sizdən soruşuram, hansına icazə var, şənbə günü yaxşılıq yoxsa pislik eləməyə? Kiminsə canını xilas yoxsa məhv eləməyə? İsa ətrafındakıların hamısına baxdı və o adama dedi, əlini uzat. O da elə elədi və əli əvvəlki halına qayıtdı. Onlarsa qəzəbdən coşub İsa'ya neyniyə biləcəkləri barədə bir-biri ilə müzakirə eləməyə başladılar. 12 şagird. O günlərdə İsa dua eləmək üçün dağa çıxdı. O, bütün gecəni Allaha dua eləməklə keçirdi. Gün açılanda şagirdlərini yanına çağırdı və onlardan 12 nəfəri seçib Həvari adlandırdı. Petr adını verdiyi Şimon, onun qardaşı Andrey, Yaqub, Yəhya, Filip, Bartalmay, Matta, Tomas, Halfay oğlu Yaqub, millətçi adlanan Şimon, Yaqub oğlu Yahuda və sonralar xəyanətkar olan Yahuda İskaryot. İsa xəstələrə şəfa verir. İsa onlarla birgə aşağı indi və düzəngahda dayandı. Orada çox sayda şagirdlərindən ibarət izdiham var idi. Bütün Yahudiyadan, Yerusəlimdən, Sur və Sidon yaxınlığındakı sahil bölgələrindən çoxlu adam onu dinləmək və öz xəstəliklərindən sağalmaq üçün gəlmişdilər. Natəmiz ruhlardan əzab çəkənlər də şəfa tapdılar. Bütün izdiham İsa'ya toxunmağa çalışırdı. Çünki ondan çıxan qüdrət hamını sağaldırdı. İsa'nın dağüstü vəzi. İsa öz şagirdlərinə nəzər salıb dedi, nə bəxtiyarsız ey yoxsullar, çünki Allahın padşahlığı sizindir. Nə bəxtiyarsız ey indi aclıq çəkənlər, çünki doyacaqsınız. Nə bəxtiyarsız ey indi ağlayanlar, çünki güləcəksiniz. Bəşər oğluna görə insanlar sizə nifrət eləyəndə, sizi cəmiyyətdən qovub təhqir eləyəndə, adınızı bədnam eləyəndə nə bəxtiyarsız. O gün sevinin və sevincdən atılıb düşün, çünki göydə mükafatınız böyükdür. Axı onların ata-babaları da peyğəmbərlərlə belə davranıblar. Amma vay halınıza ey varlılar, çünki artıq təsəllinizi almısınız. Vay halınıza ey indi tox olan sizlər, çünki aclıq çəkəcəksiniz. Vay halınıza ey indi gülənlər, çünki yas tutub ağlayacaqsınız. Bütün adamlar sizin barənizdə yaxşı şeylər danışanda vay halınıza. Axı onların ata-babaları da yalançı peyğəmbərlərlə belə davranıb. Düşmənlərinizi sevin. Amma sizə deyirəm, ey məni dinləyənlər, düşmənlərinizi sevin. Sizə nifrət eləyənlərə yaxşılıq eləyin. Sizi lənətləyənlərə xeyir dua verin. Sizi incidənlər üçün dua eləyin. Bir üzünə şillə vurana, o birini də çevir və üst paltarını aparandan köynəyini də əsirgəmə. Səndən bir şey diləyən hər kəsə ver və sənin malını aparandan geri istəmə. İnsanların sizlə necə rəftar eləməsini istəyirsinizsə, siz də onlarla elə rəftar eləyin. Əgər sizi sevənləri sevirsinizsə, hansı tərifə layiqsiz? Çünki günahkarlar da onları sevənləri sevirlər. Əgər sizə yaxşılıq eləyənlərə yaxşılıq eləyirsinizsə, hansı tərifə layiqsiz? Çünki günahkarlar da elə eləyirlər. Əgər geri almaq ümidi ilə insanlara borc verirsinizsə, hansı tərifə layiqsiz?
Günahkarlar da günahkarlara borc verirlər ki, həmin borcu tam geri alsınlar. Siz isə düşmənlərinizi sevin, onlara yaxşılıq eləyin və heç bir şey ummadan borc verin. Onda alacağınız mükafat böyük olacaq və siz Haqq Taalanın övladları olacaqsınız. Çünki o, nankorlara və pis adamlara da xeyirxahdır. Atanız mərhəmətli olduğu kimi siz də mərhəmətli olun. Mühakimə eləməyin. Mühakimə eləməyin, siz də mühakimə olunmazsınız. Hökm çıxarmayın, sizə də hökm çıxarılmaz. Başqalarını bağışlayın, siz də bağışlanacaqsınız. Verin, sizə də veriləcək. Silkələnib basa-basa dolan bol bir ölçü ilə sizə qucaq-qucaq veriləcək. Çünki hansı ölçü ilə ölçsəz, sizin üçün də eyni ölçü ilə ölçüləcək. İsa onlara yenə də bir məsəl çəkdi. Kör-körü apara bilərmi? İkisi də çuxura düşməzmi? Şagird müəllimindən üstün deyil, amma tam təlim alandan sonra hər şagird öz müəllimi kimi olacaq. Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? Öz gözündəki tiri isə görmədən qardaşına necə deyə bilərsən, qardaşım, qoy gözündəki çöpü çıxarım. Hey ikiyüzlü, əvvəlcə öz gözündən tiri çıxart, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxartmaq olar. Ağac və bəhrə. Yaxşı ağac pis bəhrə gətirməz, pis ağac da yaxşı bəhrə gətirməz. Çünki hər ağac öz bəhrəsindən tanınır. Qara tikandan əncir yığmazlar, tikan kolundan da üzüm dərməzlər. Yaxşı adam ürəyinin yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır. Pis adamsa pislik xəzinəsindən pis şeylər çıxarır. Çünki ürəyi doluluğundan ağız danışar. Ağıllı bənna və ağılsız bənna. Nə üçün məni ya Rəb deyə çağırırsınız, amma dediklərimə əməl eləmirsiniz? Mənim yanıma gələn, sözlərimi eşidib onlara əməl eləyən hər adamın kimə bənzədiyini sizə izah eləyərəm. O, ev tikən elə bir adama bənzəyir ki, torpağı qazıb dərinə gedər və təməli qaya üzərində qurar. Daşqın gəldiyi zaman sellər o evi bassa da, onu sarsıda bilməz. Çünki ev yaxşı tikilib. Amma sözlərimi eşidib onlara əməl eləməyən kəs, torpaq üzərində təməlsiz ev tikən adama bənzəyir. Sellər o evi basar və ev o anda uçar. O evin yıxılması bir müsibət olar.